Fəxrəddin Manafova vəzifə verilib. Fəxrəddin Manafovu görəndə öncə yadımıza Təxminə və Zahır düşür. Çoxları ilə onun Zahır kimi danışanda demirlər kim o Zahır, Təxminə və Zahırdakı Zahır Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şurasına üzv təyin olunub. Bizim media xəbər verir ki, Mədəniyyət Naziri Adil Kərimli müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, xalq artisti Fəxrəddin Manafov həmin vəzifəyə təyinat alıb. Deyirəm, axır ki, Fəxrəddin Manafov da yada düşdü. Çünki müəyyən aktyorlar var, neçə illərdir onlar mübahisələr edir də. O deyir, yox, mən orada əyləşməliyim. Digəri deyir, yox, mən bu vəzifədə mütləq mən əyləşməliyim. İllərdir, nə bilim, qrantlar alırlar, dövlətdən çoxlu dövlət onları maliyyələşdirir, dövlət büdcəsindən onlara çox maliyyələr ayrılır və bəzən də açıqlama verirlər ki, heç kim bilmir ki, bu maliyyə hara gedir. Çünki prezident dəfələrlə film çəkilməlidir, külli miqdarda pullar ayırıb büdcədən, amma o filmlər çəkilməyib, çəkilən filmlər də ki, biabırçı gündə. 1975-80-ci illərdə Mirzə Əliyev adına Azərbaycan Dövlət Universitetinin, İncəsənət Universitetində təhsil alıb. Fəxrəddin Manafov tələbəlik illərində tədris teatrında aktyor kimi çalışır. 1977-ci ildən Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasında aktyor kimi işləməyə başlayıb. Yəni filmlərdə, onu da qeyd edim ki, bir arada o Küsüb Azərbaycandan getmişdi, geri qaytardı onu. Səhv etmirəmsə, rejissor, operator Rasim Ocaqov. Yəni ona o da təşəkkür edək. Və uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Fəxrəddin Manafov 1987-ci ildə əməkdar artist, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2006-cı ildən prezident təqaüdçüsüdür. Axır ki, Fəxrəddin Manafov da yada düşdü. Çox sevindi Sara Səfrə Bahadur.